gün biraz daha aşkı yitiriyor. Yüzündeki gökkuşağının ağrılı rengi sabahlara yakın. Sessiz gelişlerin hırsız gibi kararsız, kararlı yatağındasın 40 yıllık yabancı. Vazgeçtim direnişim, seni sevmeyi ağır ödüyorum. Vazgeçtim yana yana, seni sevmeyi ağır ödüyorum. Vazgeç yüreğimden, düşlerimden, yaralıyım bin yerimden. Ben değilim seviştin affedemem, beni affet, gidiyorum uzaklara sensizliğe. Vazgeç yüreğimden, düşlerimden, yaralıyım bin yerimden. Ben değilim seviştin affedemem, beni affet, gidiyorum uzaklara sensizliğe. Kahretsin yapamıyorum, seni sevmeyi ağır ödüyorum. Vazgeçtim yapamıyorum, seni sevmeyi ağır ödüyorum. Seni sevmeyi ağır ödüyorum. Elmira, əziz dostlar və Murad. Çox təşəkkür edirəm seçim üçün, mahnı üçün ayrıca minnətdarlıq. Səhv eləmirəmsə Yıldız Tilbə mahnısıdır. Bəli, bəli. Yəni onun bəstəkar ruhunu hiss elədim. Bəyəndim. İfanı hiss elədiniz, ifa toxundunuz, ifanı qəlbinizdən, könlünüzdən keçirdiniz və mən bir şey deyim, bu nömrədə ustad işi xüsusilə hiss olunur. Misal üçün, Röya necə mahnıları anlayaraq, ürəyindən, qəlbindən keçirərək və hərfləri, kəlmələri demir, amma hərfləri dənə-dənə insanların qulağına pıçıldayır. Siz bu mahnının bir çox məqamlarını məhz bu şəkildə ötürməyə çalışdınız və ümumiyyətlə bu səhnədə azdır belə hekayəni danışa bilənlər, o dramanı, o ağrını tamaşaçıya izah etməyi bacaranlar. Ona görə də bu nömrəni mən məqbul hesab edirəm. Səsinizə də yaraşdı, səhnə duruşunuz bir başqaydı. Təbrik edirəm Röyanı və komandasını. Çok sağ olun, minnettarım, çok sağ olun. Təşəkkür edirəm. Zülfiyə xanım, buyurun. Elmira, çox dolu səsim var. Məmlərdə başlayanda mən artıq üzümü çöndərib Röya dedim ki, tərtəmiz. Bəmlə oxumaq asan deyil. Ümumiyyətlə, mahnı özü asan deyil. Orada o bir yeri var ki, onu təkrarlamaq, o bir-birinin ardınca oxumaq, ifa eləmək asan deyil o yerini. Öhdəsindən gəldiniz. Mən Muradın dediyi kimi mahnı mənə keçdi, ifa mənə keçdi, təsirləndim. Əsas budur, onu da verdiniz. Təşəkkür edirəm. Ben teşekkür ederim. Çok sağ olun, minnettarım. Eldar. Zənnimcə bu gözəl ifa idi, gözəl təqdimat idi. Amma bu sadəcə məqbul idi. Bir dəqiqə, bir saniyə, çox üzr istəyirəm. Mən misal üçün məqbul dedikdə gözəl ifanı nəzərdə tuturdum. Hə, mən də deyirəm də. Amma sən məqbuldur, amma gözəl deyil. Yox, Yo, sən deyirəm dedin ki, gözəl idi. Amma məqbul idi. Sadəcə dedi. yəni möhtəşəm, şəhanə, nəsə mən burada ölürəm. Yox, sadəcə gözəl Ölürəm sonra nə deyirdi? oxumaq naminə
oxudunuz? Belə. Yo, Eldar. Tamam, sənin fikrində, amma Hə. oxumaq naminə bugün eşitmişik. Oxumaqla... Mən başa düşürəm, bu Oxumaq sizin naminə. bu fikriniz ola bilər. Mən İncimə sadəcə o məndən. vibe almamışam bəlkə ona görə. Mahnı Amma özü də ağır mahnıdır, çətin mahnıdır. Eldar, Manası sən mahnı vaz deyil. keçmirsən kimdənsə sevə-sevə. Elə qəşəng. vazgeçmək nə demək ümumiyyətlə? Çox çətin səhnədir. Hamı danışır, röyə susur. Çox çətindir, hə? Sualını gördünüz onun. Çox çətindir sizə Məni yəqin ki. yandırdı buradan buraya, yandırdı Ondan məni. başlayaq da, ondan başlayaq ki, yəni vaz keçdi. O deyir ki, mən imtina etdim də, amma sevirəm, sevərək imtina edirəm. Dostlar, Elmira hazırda göz yaşları tökür. Niyə? İfa bitsə də Mən onun maraq sözlərinə həyəcanı görəm. Çox bitmir. üzr istəyirəm, Elmira bu ünvanlıydı. Siz hiss eləmədiniz, amma o sizin hər sözünüzü hiss eləyir. Elmira bu ünvanlıydı bu çıxış. Mənə maraqlı gəldi. Sadəcə. Təbii ki. Hə? Təbii Burada ki. bioqrafik nəsə var idi də Var, səhnədə. 100%. O sualları bayaqdan Eldarın yerinə Elmiraya versəydiniz Murad, cavab alacaqdınız. Mən ora da çatdırdım, bura da çatdırdım. Elmira, siz də özünüzü dostlarınızın yanına çatdırın. Sonra bərabər gələcəksiniz bura. Çox sağ olun. Sizə bir daha